6-cı taburun qərargah rəisi köməkçisi Leytenant Qudiyev. Cənab Leytenant, xahiş edirəm, sizin taburda olan problemləriniz barədə bir neçə kəlmə. Bir də əvvəlki döyüş vəziyyətləri ilə indiki arasındakı fərq. Deməli, belədir ki, bizim taburda olan problem, belə gəlir ki, ümumi Azərbaycan ordusunda olan problemlərin bir hissəsidir. Demək olar ki, bu taburların ordunun hamısında olan problemlərdir. Problemlərimiz çoxdur. Ordunu yaratmağa indi hələ təzə başlamışıq, ordunu yaradırıq. Çətinliklərimiz var, problemlərimiz var. Əsas problemlərdən biri odur ki, əsas o deməli, Suvorova deyirlər ki, məğlubiyyətin səbəblərin Suvorov sorusu, məğlubiyyətin səbəblərini izah eləyin. Deməli, o səbəblərdən deyirlər ki, birinci barıt yoxdur, deyir, arxasını danışmaq lazım deyil. Əgər orduda texnika yoxdursa, silah çatışmırsa, bu ən böyük problemimiz budur. Məsələn, bizim taburda hər deməli, tağıma 3 BMP deməli, düşməlidir, olmalıdır əslində. Hər bölmədə bir BMP olmalıdır. Çünki bizim tabur moto atıcı taburudur. Moto atıcı taburu olmağına baxmayaraq bizim hərbi hissədə bir dənə də olsun nə piyadaların döyüş maşını, nə BMP texnikası yoxdur. Ən böyük problemimiz budur. Sonra bayaq dediyim kimi ordunu yaratmağa başlamışıq. Biz indiyənə qədər imperiya bizi ordudan demək olar ki, təcrid eləyib. Düşünülmüş surətdə çalışıblar ki, bizim xalq döyüş sənətini, hərb sənətini öyrənməsin. İndi biz başlamışıq bu sənəti öyrənməyə, bunun üçün bizə kömək lazımdır. Kadrlarımız çatışmır, güclü kadrlar lazımdır. Bizim batalyon yaranıbdır, könüllü ərazi özünün müdafiə deməli, batalyon olubdur, könüllərdən yaranıbdır. Sonradan bu batalyona həqiqi hərbi xidmətçilər daxil olmağa başlayıblar. Olmaması ucbatından biz ordunu necə bacarmışıq, necə bilmişik o cürdə təşkil eləməyə çalışmışıq. Düzdür, az çox müvəffəq olmuşuqsa da, amma bu əsl ordu şəklində olmuyubdur, bizi qane eləməyibdir. Kadr çatışmamazlığı ən böyük problemimizdir. Müdafiə Nazirliyi bu sahədə bizə kömək eləməlidir. Məsələn, müəyyən şeyləri yerlərdə gəlib öyrətməlidirlər. Bizim mərkəzə getməyə bir o qədər imkanımız yoxdur. Əgər mərkəzə gediriksə, mərkəzdə də Müdafiə Nazirliyinə düşmək demək olar ki, müşkül işdir. Deməli, gərək hansı çətinliklərlənsə, kiminsə tanışdığı ilənsə, haradasa müəyyən şeyi öyrənmək üçün, müəyyən işi həll eləmək üçün Müdafiə Nazirliyinə yol tapasın. Demək olar ki, Müdafiə Nazirliyinə düşmək, əyalətlərdən gedib Müdafiə Nazirliyinə düşmək müşkül işdir. Adicə bir çatışmamazlığı həll eləmək üçün müəyyən şöbəyə getmək problemdir. Sonra ordu əgər yaradırıqsa, ordunun hər şeyi ordu kimi olmalıdır. Məsələn, elə problemlər var ki, bizim Respublikanın gücü çatası problem deyil. Amma elə problemlər var ki, onları həll eləmək həqiqətən asandır, amma nədənsə həll olunmur. Məsələn, ordunun geyim məsələsinə gələk. Geyim məsələsi ilə pis təchiz olunuruq. Uzun çətinliklərdən sonra bu yaxınlarda bir qədər hərbi geyim almağa müvəffəq olmuşuq. Sonra yeni dövlət qurmuşuq, yeni ordu yaratmışıq. Məsələn, həvəslə əskərlər istəyirlər ki, zabitlər istəyirlər ki, öz ordumuzun nişanlarını öz çiyinlərində fəxrlə daşısınlar. Amma təəssüflər olsun ki, nə hələlik milli ordu formamızı ala bilirik, nə də ki, o fəxrlə daşımaq istədiyimiz milli nişanlarımızı, gerblərimizi alıb onlardan istifadə edə bilmirik. Elə mənim özümdən götürüm. Baxın, mən Rus ordusunun deməli, ulduzlarını hələ ki mənim leytenant kimi çiynimdədir. Sonra ümumiyyətlə problem çoxdur. Məsələn, bizim ordunun, haradasa bizim batalyonun təqribən yarıdan çoxu səfərbərlik yolu ilə toplanmış adamlardır. Bunlar ailəli adamlardılar.
əmək haqqının alınması məsələsində çox çətinlik çəkirik. Hal-hazırda deməli 2 aydır ki, 3-cü aya keçir biz əmək haqqı alıb əskərlərə verə bilməmişik. Bu da ən böyük çətinliklərimizdən biridir. Məsələn, əskərlər öz ailəsini dolandırmalıdır. Başqa yerdə onlar işləmirlər. Bir dəqiqə dayandır. Sonra ordunun təşkil olmasına bayaq dedim ki, müəyyən köməkliklər lazımdır. Biz mərkəzə gedə bilmirik və mərkəzdən də əyalətə az-az gəlirlər. Məsələn, metodik köməkliklər lazımdır bizə. Metodik ədəbiyyat lazımdır bizə. Düzdür, deyirlər, Rus ordusunun hələlik qayda qanunlarından, nizamnaməsindən istifadə eləmək lazımdır. Ancaq gəlin görək, kəndlərimizdə, əyalətdə hamı, bütün laf götürək zabitlərin özünü, o Rusca onlardan istifadə eləyə bilirlərmi? Bu metodik köməklikləri bizə göstərmirlər. Və mavi elə gəlir ki, haradasa mərkəzdə, laf bəlkə də Müdafiə Nazirliyindən kənarda, əgər Müdafiə Nazirliyinə girmək mümkün deyilsə, elə bir mərkəz yaratmaq lazımdır ki, biz gedib orada nəsə bir hərbiyə aid metodik köməkliyi alaq və yaxud onların nümayəndələri gəlsinlər, müəyyən batalyonlarda müəyyən təlimat işləri aparsınlar. Məsələn, bu yaxınlarda Müdafiə Nazirliyindən yoldaşlar gəlmişdi, bizim batalyonda yoxlamada oldular. Biz onlardan bir neçə saatın içində xeyli şey öyrəndik. Əgər bir gün və yaxud bir neçə gün onlar qalıb bizə köməklik eləsə, deməli biz çox şey öyrənə bilərik. Konkret olaraq hansı məsələ şöbələrin işçiləri lazımdır ki, sizlə gəlib burada müəyyən vaxt işləsinlər? Məsələn, konkret olaraq lazımdır yüksəlməyinə kömək eləyə bilər. Həm də əskərlər arasında ruh yüksəkliyi yarada bilər. Eyni zamanda bizə lazımdır kadr sahəsində işləyən şöbənin işçiləri gəlsinlər, kadrlarımızı yoxlasınlar, baxsınlar, bilsinlər ki, hansı kadr öz tutduğu sahəyə yarayır, yoxsa yaramır, burada fayda verə bilir və yaxud verə bilmir. Əgər verə bilmirsə, buna nə cür köməklik eləmək lazımdır, müəyyən göstərişlər vermək lazımdır. O, belə, bu cür. Siz özünüz Ağdamdakı həyatı indi görürsünüz də, hər gün istəsəz də, istəməsəz də bu cəmaatla əlaqədəsiz. Cəmaatın ümumiyyətlə əhval-ruhiyyəsi şəhərdə nə tərdir? Sonra sizə hərbçilərə qarşı münasibəti nə tərdir? Demək olar ki, Ağdam əhalisinin 80%-i Ağdamdadır. Demək olar ki, əksəriyyət Ağdamdadır. Əhalinin əhval-ruhiyyəsi pis deyil, çox yaxşıdır. Artıq, necə deyirlər, əhali artıq yavaş-yavaş müharibəyə öyrəşib. Deməli, əvvəl belədir ki, bir dənə mərmi əgər düşürdüsə, əhalinin bir xeyli hissəsi əgər şəhəri tərk edib getmişsə, artıq əhali qayıdıbdır. Bu saatın özündə müəyyən vaxtlarda mərmilərin düşməsinə baxmayaraq, əhali artıq bu şəraitə öyrəşib, artilleriya hücumu olan kimi əhali gizlənməyə çalışır və artilleriya hücumu qutarandan sonra elə bil ki, həqiqətən elə bil ki, Ağdamda həyat əvvəlki kimidir. Bax, siz özünüz görmüsünüz, şəhərdə, əhali, cəmaat arasında, bazarda olmuşsunuz. Həqiqətən bu xalq qəhrəman xalqdır, qarşısında baş əyilməli xalqdır. Bu mərmilərin altında bu xalq yaşayırsa, işləyirsə, həyat burada öz əvvəlki məcrası ilə davam edirsə, bu xalqın qarşısında mən baş əyirəm. Əhval-ruhiyyə Ağdamda çox yaxşıdır, əksəriyyət öz yerindədir. Orduya münasibətlisə, onlar həqiqətən qəhrəmancasına həm işləyirlər, həm də qəhrəmancasına orduya kömək edirlər. Məsələn, elə olur ki, müəyyən döyüş, hücum əməliyyatlarında, müdafiə əməliyyatlarında əhali yaralıların daşınmasına, onlara ilk yardım göstərilməsinə, tibb məntəqələrinə çatdırılmasına onlar özləri kömək edirlər. Əsgərlərə qarşı da münasibətləri çox əladır, çox yaxşıdır, çox hörmətlidir. Oldu cənab leytenant, sizə bu çətin işinizdən müvəffəqiyyətlər arzulayırıq.
Arzulayırıq ki, inşallah Ağdamda yox, təqribən heç olmasa Xan kəndində gələndə. İnşallah bu bizim en büyük arzumuzdur ve büyük inanmamız var.